Doğrudan da 44 günlük vətən müharibəsinə qazanılan qələbə Prezident İlham Əliyevin dediyi kimi çox böyük layıqları yerindən tərpətdi. Layıqlar yerindən tərpənəndə isə hər kəsin əsl üzü gün kimi ortaya çıxır. Elə region ölkələrinin də, o cümlədən də Rusiyanın. Nə olub cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb, suverenliyini və ərazi bütövlüyünü bərpa etməyi, milli maraqlarını daim qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən Azərbaycanın gücünün və prinsipiallığının etirafı sizi beləmi narahat edir? Başa düşürük. Siz axı öyrəşmişsiniz böyük Rusiyanın zorla öz ərazisinə daxil etdiyi xalqlar üzərində hökmranlığına. İstər Çar Rusiyası dövründə olsun, istərsə də ittifaq dönəmində ali irq Rus xalqı idi. Azərbaycanlılar, Özbəklər, Qazaxlar, Qırğızlar, Türkmənlər və digər millətlərin nümayəndələri isə hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub. Və bugün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, əninə davam edir. Bir zamanlar Stalin başını qaldıranın başını kəsirdisə, özü də NKVD-nin əli ilə, bugünsə Putin haqqını tələb edəni AMON-un əli ilə yox edir, başını kəsir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi.